Selamlar dostlar, kanalıma hoş geldiniz. Bugünler bir videoyla karşınızdayım. Bugünler ne edirsiniz değilse sizlerle birlikte suallar cevaplandırmayı. Gördüğünüz gibi parkur oynuyoruz. Biz de suallar cevaplandırırız. Dostlar ilk birinci sualımız en sevdiğin ölkə. Dostlar benim en sevdiğim ölkə bildiğiniz kimi Azərbaycandır. Herkes öz doğma vətəni seçər də. Yani sonraki suallarımızdan biri ise hangi takımlısan? Dostlar, mən əslində düzünün deyim Beşiktaşlıyam. Əvvəllər Fenerbahçeli idim, amma indi Beşiktaşlıyam da. Bunu da qoyaq. Sonra, ən sevdiyin şəhər. Dostlar, mənim ən sevdiyim şəhər Bakıdır. Başqa da İstanbuldur. Ondan sonra burada neçə yaşım var? Dostlar, mənim əslində 10 yaşım var da. Düzünün deyim. Sonraki sualımız. Dostlar, indi bu sualımız ise hansı dili bilmək istəyərdim? Dostlar, mən ən çox bir İtalyan dilini bilmək istəyərdim, bir də Rus dilini bilmək istəyərdim. Dostlar, indi də bu sualımız ise, bu sualımızda deyir ki, ən sevdiyin rəng nədir? Dostlar, mən ən sevdiyim rənglərdən biri yaşıldır. Yəni kanalımda ama profilimdə yaşıl yoxdur. Burada en sevdiğim yaşıldır. Ona göre de karakterin ama yaş verememişim Roblox'ta. Yani başka şeylerde de. Ondan sonra dostlar burada deyir ki senin bürcün nedir? Dostlar benim bürcüm terazidir bildiğiniz kimi. Hep terazi ile bürcü kimi. Ancaq oyun videoları çəkəm. Yəni beləyəm də. Bürcüm əslən terazidir. Sonra hobbin nədir? Dostlar mənim hobbim ən çox idman eləmək və yaxud rəsm çəkməkdir. Bunlar mənim ən sevdiyim şeylerdir. Sonra dostlar deyir ki adım ve soyadım nedir? Dostlar kanalın açıklamasında da koymuşam. Orada adım yazmışam. Bir afsanənin doğuşu. Onun altında da Valih Qarayev yazmışam da. Əsl adım Valihdir. Soyadım ise Qarayevdir bildiğiniz kimi. Sonraki sualımız ise neçənci sinifsən? Dostlar 4-cü sinifəm. Bu yıldan sonra bu ayın bu ilin sentyabr ayında keçəcəm 5-ci sinifə. Sonra isə en sevdiğim futbolcu nedir? Dostlar benim en sevdiğim futbolcu Messi'dir. Messi olanlar kanala like atıp abone olmayı unutmasın. Sonraki sualımız ise en sevdiğim bayram nedir? Dostlar ben bütün bayramları sevirəm. Yeni ildə, ondan sonra dememe dostlar Novruz bayramı sevirəm. En çok ama hoşuma gelen Novruz bayramıdır. Sonra bunu da koyduk yerine. En sevdiğin oyun nedir? Dostlar ben kanalda çəkdiyim kimi İstanbul Guys, ondan sonra Roblox ve Brawl Stars. Dostlar bir de Free Fire, ondan sonra haydi bunları gələ bilər. Yəni onları da oyun videosu çəkə bilərəm də. O ikisindən biri mütləq çəkəcəm də bildiğiniz kimi. Biz kimləri? Dostlar bunu da qoyuruq yerinə. Sonra buradan nə girək ayrıları, buradan ayrılar türk dilinə qoyaq. Sonra buradan belə keçməliyik, eləməliyik. Dostlar burada danışmayacağım. Burada necə keçək? Buradan keçim. Aha dostlar keçə bildik gördüyünüz kimi. Tez buradan keçək. Burada sualları cevaplandıramıyorum. Aha dostlar bundan sonraki sualımız ise en sevdiğin yemek nedir? Dostlar benim en sevdiğim yemek dolmadır. Bir də ki dolmadır. Başka bir də ki dostlar mən elə çox ev yeməkləri xoşlamıram. Yəni xoşlayıram da. Belə çıxmaz. Aha dostlar mənim ən sevdiyim dolmadı evdə. Nəydi? Amma başqa bir yerə getsək, məsələn yeyərəm. Məsələn pizza yeyərəm. Ondan sonra fransalı kurvasan yeyərəm. Ondan sonra dönər yeyərəm. Ondan sonra hamburger yeyərəm. Ondan sonra isə başqa nə bilmə dostlar, kalbası çörək yeyərəm, başqa heç nə. Dostlar sonra uğurlu rəqəmim mənim heç kim bilmir bunu. Mənim ən uğurlu rəqəmim 8 bildiyiniz kimi. Sonra ən sevdiyim dərs ayı dostlar, mənim ən sevdiyim dərs. Yəni hamı bunu sevər də, mən milyard faiz
Azərbaycan dilindən riyaziyyatdan qabaqlar mən ingilis dilinə xoşlayırdım. Sonralar xoşuma gəlməməyə başladı. İndi Azərbaycan dilindən riyaziyyat xoşlayıram da. Mən bütün dərsləri xoşlayıram. Təkcə ana dilindən Azərbaycan dili riyaziyyatının yerini heç nə verməz. Sonra YouTube'a necə başladım? Dostlar, mən YouTube'a başlamamın nədəni YouTube'lara çoxlu baxıb, yəni mən deyirəm də. YouTube'a cəmaata çox baxıb. Belə dedim ki, mən kanal açsam nə qədər şey ulaşa bilərəm, nə qədər takipçim ola bilər, nə qədər abunəçim olar, nə qədər baxış sayım olar. Deyim ki, dostlar, mən bunları açmaq qərarına gəldim. Yəni belə görüşlərim. Bunlarda ilham aldığım şeylərsə YouTuber Heron Papi'dir. Yəqin bəziləriniz baxardınız da. Ondan oyun videolarına baxıram, meydə çəkirəm də. Düz o İstanbul Qays çəkmir, onu özümdən əlavə eləmişəm də. Hə dostlar, bunu da qoyuruq yerinə. Sonraki sualımız. Hə dostlar, sonraki sualımız isə harası? Hə dostlar, mən düşdüm. Hə dostlar, mən əslində düzün deyim başlayam. Bunu da atdıq yerinə. Sonraki suallarımız isə ən sevdiyin YouTube. Hə dostlar, bu sualımızda ən sevdiyin YouTuber. Dostlar, mən ən sevdiyim YouTuber bildiyiniz kimi Heron Papi'dir. Bir də ki, İlkin Feyziyevdir. Yəni bunlara ən çox baxıram. Sonraki sualımız isə ən sevdiyim mahnı. Hə dostlar, buna mahnı denməz, amma adı Dolyadır. İndi bu mahnısız adını paylaşaram. YouTube'da indi baxarsınız bu videoda, amma deyil də. Sonra gələcəkdə necə videolar gələcək. Dostlar, mən düzünün deyim. Əslində əlimdən gələn qədər sizə eləməyə çalışacağam. Amerika bayrağının üstünə keçirik. Əlimdən gələn qədər videolar çəkmək paylaşacağım da. Yəni mən ikinci kanal açmaq istəyirəm. Orada yəni vloglar çəkmək istəyirəm, challenge-lar eləmək istəyirəm. Zür qəribə şeylər eləmək istəyirəm. Amma hələ ki yox. Hələ fikrimdə deyil. Hə dostlar, min abunəzad olsaq, onu da eləyəcəm də. Hə dostlar. Dostlar, burada səsim biraz yarımçıq düşdü. Ən sevdiyim. Hə dostlar, bu sualımız isə adı yadımdan çıxır hər dəfə. Hə, nə? İndi yadımdan çıxır. Hə dostlar, Gələcəkdə nə video çəkəcəm o vaxtda verirdim. Valih Qariyev ikinci kanal açmaq istəyirəm. Əsl adım Zero'dur. Adı Tripi idi. Adını dəyişdirdim. Zero qoydum bildiyiniz kimi. Sonraki kanallarına da Valih Qariyev qoymaq istəyirəm falan. Hə dostlar, bunda da sizə güvənirəm. İnşallah mənə kömək olarsınız. Yəni çoxlu abunələr, like'lar qazanarıq. Sizlərlə birlikdə böyük ailə olarıq. Nə idi? Əlimdən gələn qədər eləməyə çalışıram da. Bildiyiniz kimi. Hə dostlar, sonraki sualımız isə ən sevdiyim film və kino nədir? Əslində filmdir çıxar. Dostlar, ən sevdiyim mənim Squid Game'dir. Squid Game düzdür, oyunsadır, amma mən filmlə adlandıracağım da. Squid Game'dir, Harry Potter'dır. Ondan sonra şeyin videosu Spider-Man'dir. Ondan sonra nə olsun? Dostlar, şeylərin adları yadımdan çıxdı. Ona görə biraz gec cavab verə bilsəm üzrlü sayın. Sonraki isə başqa işlərdə dostlar, Amerikanlardan qutarxın keçdi Azərbaycanlıların dizisinə. Dostlar, ən sevdiyim Azərbaycanda da çox filmlərə baxmıram. Yəni tam deyə bilmirəm, amma türklərdə biraz baxmışam da. Məsələn, ola bilər gözüm bir dənə yadıma salım dostlar. Ola bilər, nə ola bilər dostlar? Hə dostlar, ola bilər. Dostlar, yadıma düşmür. Hə dostlar, üzrlü sayın, amma yasaq elm ola bilər də. Bir də şeylərin arasında elədiyim. Yəni elə çox filmlərə baxmıram da mən. Mənim ancaq oyun videosu çəkməkdir. Bir də ki oyunlar oynamaqda. Başqa heç nə eləmirəm bunlardan başqa. Bir də ki dostlar, sonraki sualımız isə dostlar, bu arada şu doğum tariximi demədim. Suallarımızdan biri budur. Oktyabr ayı 2015-ci il. Oktyabrın 7-si doğulmuşam da, yəni. Bunu yəqin ki tam insanlar bilmir. Bir də ki dostlar, mənim bəzi kanallarım var. Onun aşağı linklərini qoyaram. Ondan sonra dostlar, mənim ən sevdiyim gündüzü yoxsa gecə. Bu suallardan mən çox gəlir. Ən sevdiyim mənim gündüzdür.
Sonra dostlar videomuzun burada sonuna gəldik. Sağ olun, salamat qalın, görüşənə dək.